Salam, axşamınız xeyir. Salam, axşamınız xeyir. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Yaxşıyam. Təki yaxşı olun. Çox xoşdur sizi görmək. Qarşılıqlıdır. Am, etiraf edim ki, bu canlı yayımlar içərisində vaxtında başladığımız ilk canlıdır. Əla. Mən düşünürəm ki, biz bir 2-3 dəqiqə gözləyək, ondan sonra başlayaq. Necəsiz? İşləriniz necədir? Yaxşıyam, siz necəsiz? Çox sağ olun. Maşallah, çox qoçaqsınız görürəm. Hə, Efir, ləndirmə işi, terapiyalar. Yorulmayasınız. Gücünüz çox Çox sağ olsun. olun. Çox sağ olun. Hə, Leyla xanım, bu gün nəyi müzakirə edirik biz? Yeniyetməliklə bağlı məsələlər. Cəmiyyətimizi çox ciddi narahat edən mövzular. Yeniyetmələrdə davranış pozuntusu. Bəli, bəli. Ən vacib məsələlərdən biridir. Çünki valideynlər yeniyetməlik dövründə evladınla ünsiyyət qurmaqda ciddi əziyyət çəkir. Bəzən yorulur, bəzən səbirsizlənir. Evladını bir növ cilovlayamırmı deyək, dil tapa bilmirlərmi deyək, çətin məsələ. Xüsusilə yanlış cəza metodlarını da vurğulayaq. Yəni, bəzi davranışlarda valideynlər yanlış cəza metodları tətbiq edir. Bu da təəssüf ki, yəni davranışı düzəltmək əvəzinə, yəni uşaqda tam başqa bir psixoloji problemlərə yol açır. İndi irəliləyən dəqiqələrdə müzakirə edəcəyik. Niyə bu yeniyetməlik dövrü? Əslində bizim dövrümüzdə bizim nəsil, bizdən böyük nəsil bunu çox tez-tez deyir ki, bizim dövrümüzdə psixoloq mu var idi və yaxud belə krizlərmi var idi? Yəni indi hətta biz indi gəlmişik o məsələlərə ki, yeniyetməlik dövrüdür, kaprizləri var və s. Amma mən ilk vaxtlar Türkiyədə bunu eşidəndə baxırdım ki, uşaq gənc anasına çox kobudluq edir. Onun yerinə mən əsəbləşirdim ki, bu nə deməkdir? Amma anası ona tolerantlıq göstərirdi ki, oy bu onun yeniyetməlik dövrüdür o səbəbdən. Sonra xatırlayıram, bizim bir layihədə iştirak eləyirdim. O layihədə bizim biznes konsultantımız var idi, Rumıniyadan gəlmişdi Kamilya xanım və danışırdı öz evladına münasibətini və yeniyetməlik dövrünü belə xüsusi bir dövr kimi ki, çox yaxşı qızdır və s. Amma yeniyetməlik dövrünü mən o qədər çox çətin atlatdıq. Heç cür mənə belə deyək də normal gəlmirdi bu yanaşmalar. Sonra artıq özüm bu sahəyə gəldikdən sonra əslində niyə bu dövr çox önəmlidir? Bunu prosesin içinə girdikcə daha çox anlamağa başladım. Böyük qızımla münasibətdə də dözüm göstərmirdim əslində. Dedim ki, olmaz. Belə eləməməlisən, bitdi, getdi, qutardı. Amma doğrudan da həssas dönəm imiş. 3 dəqiqəmiz keçdi. Düşünürəm ki, biz başlayaq. Elə mövzumuza müvafiq olaraq da Leyla xanım, nə edək? Davranış pozğunluqları ümumiyyətcə nədir? Nəyi biz Mən davranış yeniyetməlik haqqında qısa məlumat vermək istəyirəm. Yəni, Aha. yeniyetməlik valideynlər bilməlidir ki, normal kriz dönəmidir. Məsələn, biz konsultasiyalarda, seanslarda rastlaşırıq ki, bəzi hallarda valideynlərin səbri çatmır, ailədə konfliktlər yaranır, əvvəl belə deyildi, indi niyə belədir? Çünki yeniyetməlik dönəmində istər qız, istər oğlanlarda psixoloji və fizioloji dəyişikliklər başlayır. Bədənlərinə qarşı həssas olurlar, müəyyən dəyişikliklər baş verir, bədənlərinə qarşı komplekslər başlayır, bu sızanaqlar və s. Qızlarda ayrı dəyişiklik, oğlanlarda ayrı dəyişiklik, aqressiya arta bilər. Eyni zamanda psixoloji dəyişikliklər. Yəni bu dövrdə biz yalnız valideynləri səbirli olmağa çağırırıq və eyni zamanda öhdəsindən gələ bilmirlərsə, yəni düzgün ünsiyyət qura bilmirlərsə, uşaqlarla mütəxəssislərə. Mən sizə eşidirəm. Aha. Əlim nəyəsə dəydi, bir effekt Aha. gəldi. Mən onu gizlətməyə çalışıram. Aha. Bilmirəm nə oldu. Aha. Buyurun, buyurun. Mütəxəssislərə müraciət eləsinlər. İndi başlamaq istəyirəm yeniyetmələrdə rast gəlinən davranış pozuntusuna. Biz məsələn konsultasiyalarda belə rastlaşırıq. Dəcəl uşaqdır.
Hı hı. Məsələn, uşaq dərsi pozur, aqressivləşir və ya qaydalara tabe olmur. Ya deyirlər ki, böyüyüb, ya da deyirlər ki, dəcəl uşaqdır da, Hı belədir. hı. Amma Hı əslində o hı. dəcəl uşaq dediyimiz, yəni ciddi bir diaqnozdan xəbər verə bilər. Hansı ki, valideynlər bu diaqnozdan, məsələn, davranış pozuntusu diaqnozundan xəbərsizdirlər. Və xüsusi onu vurğulamaq istəyirəm ki, valideynlər hər hansı bir mənfi davranışda yeniyetmələrə, elə uşaqlara da, yeniyetmələrə də özləri cəza tətbiq edirlər, yanlış cəzalar və bəzən sərt cəzalar tətbiq edirlər. Burada uşaq həmin davranışı düzəltmək əvəzinə daha da intiqam xəyallarına yönəlir. Yəni valideyn evlad arasında münasibət pozulur. Hı hı. Əgər məsələn burdan mən çağırış etmək istəyirəm valideynlərə. Məsələn, çox zaman bunu da vurğulayım ki, məsələn, bəzi hallarda sual verirlər ki, hansı davranış pozuntuları, məsələn, dırnaq yemə, oğurluq və s. tək-tək deyirlər. Yəni təəssüf ki, tək-tək bizə əlamətlə gəlmir. Yəni gələndə kompleks şəkildə gəlir. Məsələn, bir uşaqda həm aqressiya olur, həm qaydalara tabe olmur, həm diqqət dağınıqlığı olur, həm oğurluq olur və ya dırnaq yemə olur. Yeniyetmədirsə pis vərdişlərə meyillilik olur, Hı hı. özünə, başqalarına zərər vermə kimi davranışlar olur. Yəni valideynlər özləri uşaqları cəzalandırmağa başlayanda, məsələn, şəxsi təcrübəmdən deyirəm, hal-hazırda bir yeniyetmə ilə çalışıram. Sual verirəm ki, məsələn, mənfi davranış olanda atan sənə necə davranır? Deyir ki, məsələn, bir neçə saat mən eyvanda çıxıb dayanmalıyam. Fərqi yoxdur, qışdı, yaydı, eyvanda dayanmalıyam Hı və bu hı. mənim üçün artıq adiləşib, mən soyuğu belə hiss eləmirəm. Və düşünün ki, adi hal alıb. O bilir ki, məsələn, məktəbdə mənfi bir davranışı olacaq. Gələcək evə, onun cəzasıdır. Keçəcək eyvana, orada gözləyəcək və bununla da bitəcək. Və düşünün ki, heç nə dəyişmir. Yəni bu cəza metodları bəzən cəzalar olur, uşağa səbəbi izah edilmir. Bu da çox mühümdür. Məsələn, səndən telefonu alırıq, amma niyə səbəbi yoxdur? Və ya bu gün həyətə getməyəcəksən, məsələn 6-7 yaşlı uşaqlar arasında həyətə getməyəcəksən, dostlarınla görüşməyəcəksən, amma səbəb yoxdur, səbəb izah edilmir. Və bir də Miraç xanım, qeyd edeyim. üzr istəyirəm sözünüzü kəsdim. Aha. Buna bir aydınlıq gətirəsiniz müzakirədə. Siz nə tövsiyə edirsiniz? Cəza verilməməlidirmi, yoxsa verilirsə izahı verilməlidir? Bax, mən Qadağaları. ümumiyyətcə cəza sözünü sevmirəm. Hər zaman məhrum etməklə əvəzləyirəm. Və bu əgər davranışlar aşırıdırsa, heç bir valideyn bu davranışlarla bacarmırsa, əlbəttə ki, burada psixoloqa müraciət etməlidir. Və biz təcrübədə rastlaşırıq ki, çox hallarda valideynlər bu davranışlarla bacarmır və ünsiyyət etmədə yanlışlıqlar var. Belə deyim ki, məsələn, bir mənfi davranış olub, tutaq ki. Aha. Tutaq ki, deyim ki, uşaq dərsdən yayınıb, valideynlər bunu sonradan öyrənib. Uşaq gəlir evə, müəllim xəbər verir ki, məsələn, dərsdən yayınmışsan, hə, keç eyvanda dayan. Amma dərsdən yayınmağın bizə nə kimi zərərləri var? Yəni niyə biz bu davranışı etməməliyik? Gələcəkdə nə ilə qarşılaşa bilərik? Yəni bizim ən qlobal problemlərimizdən biri odur ki, yeniyetməlik dövründə valideynlər uşaqlarla çox az ünsiyyət edir. Xüsusilə atalar az ünsiyyət edir. Ə, Bu bəzən valideynlər deyir ki, biz ona ha başa salırıq, hey izah edirik, nə qədər çalışsaq da, o başa düşmək istəmir və olduğu vəziyyətdə davam edir. Bəli, məhz bu hallarda artıq diaqnoz şəklindədir. Məsələn, bir mənfi davranış uşaq sərgilədi, ə, valideyn izah edir, amma eyni qalıb. Aha. Aha, valideyn izah edir, amma ki heç bir dəyişiklik yoxdur. Və mən deyim ki, onu vurğulayım ki, əgər davranışlar dəyişmirsə, eyni qalırsa, bu da mənfi davranışlar arta-arta gedir. Hı hı. Dərsdən yayınma sonra keçir biraz başqa, məsələn, biz belə izah edirik valideynə, daha pis davranışı olan uşaqlara yönəlmək və ya məsələn evdə bacı-qardaşa ziyan vurmaq, evdəki əşyalara ziyan vurmaq. Belə davamlı çoxala-çoxala gedir. Hı hı. Sonra valideynlər bizə müraciət edir. Biz təbii ki, başlayır ailəni öncə araşdırırıq və başlayırıq işə.
Hı hı. Ümumiyyətcə davranış pozuntularında çox az hallarda ola bilər ki, valideyn nə isə izah etsin, yeniyetmə bunu normal qəbul etsin və desin ki, anam haqlıdır, atam haqlıdır, mən öz davranışımı düzəltməliyəm. Çox hallarda mütəxəssis dəstəyinə ehtiyac olur. Hı Yəni hı. valideynlərə ən əsas tövsiyəm o ola bilər ki, özləri cəza metodlarından bir də məsələn uşağa deyirlər ki, həyətə çıxmayacaqsan. Belə bir qadağa. Sözlərin, yəni deyilmə tərzi çox böyük əhəmiyyəti var. Cəza müddətli olmalıdır. Məsələn, demək əvəzinə ki, həyətə bir də çıxmayacaqsan, demək olar ki, 3 gün müddətində və ya 5 gün müddətində həyətə çıxmayacaqsan. Və o vaxtda da mənfi davranışla bağlı izahatlar verilməlidir. Yaxşı olar ki, xüsusilə yeniyetmələrdə davranış problemlərini psixoloqlar işləsin. Biz orada eyni zamanda həm ailə ilə işləyirik, həm ana ilə işləyirik. Yeniyetmələrin valideynləri də bu xüsusilə davranış pozuntusu olan yeniyetmələrin anaları təşviş içində olur. Hər zamanla birdən nəsə böyüyər, pis vərdişləri olar, birdən mən onunla heç bacarmaram və ya evdən qaçıb gedər. O səbəbdən psixoloqla işləməkləri daha məqsədə uyğundur. Çünki biz orada cədvəllər veririk, davranış cədvəli ilə işləyirik. Onu vurğulamaq istəyirəm ki, bəzi hallarda valideynlər deyir ki, biz özümüz davranış cədvəlini tətbiq etsək necə olar? Təəssüf ki, bu da o qədər fayda vermir. Artıq bu uşaqlarda durum o yerə gəlib çatır ki, bu uşaqlarda məhrum etməni, mükafatlanmanı psixoloq etməlidir. O yad səs dediyimiz, yəni artıq onlar heç halda valideynə qulaq asmırlarsa, yəni davamlı şəkildə həftədə 2 dəfə terapiyaya başlamaqla 12-14 seansa qədər və xüsusi vurğulayım ki, əgər davranış pozuntusu ilə yanaşı gələn diaqnoz yoxdursa, Hı hı. məsələn, biz bəzi hallarda rast gəlirik ki, uşaq Asperger sindromudur, bir yeniyetmə, eyni zamanda davranış pozuntusu var. Məsələn, burada bizdə bir müddət terapiyalarımız davam edir. Amma yanaşı gələn diaqnoz yoxdursa, 12-14 seansa biz cədvəllə, davranış cədvəli ilə davranışları korreksiya edib uğurla sonlandıra bilirik. Hı hı. Amma bir şərtlə ki, terapiya bitəndən sonra da daim həmin uşaqlar psixoloqun nəzarətində olmalıdır, konsultasiyalara gəlməlidir və cədvəli evdə davam etməlidir və çox əsasdır verilən cədvələ düzgün riayət etmək. Hı hı. Doğru düzgün riayət etmək. Bəzi Bu hallarda valideynlər deyir ki, həvəslənsin deyə qırmızı ulduzları çox yazdım, bu tamamilə yanlışdır. Və ya yalnız mənfiləri yazdım, bu da tamamilə yanlışdır. Yəni cəza ilə yanaşı, məhrum etməklə yanaşı bizim mükafatlanmamız da mütləq olmalıdır. Bunun davamlı və disiplinli olması daha çox valideynin üzərinə düşən bir məsuliyyətdir, yoxsa uşaq özü artıq bilməlidir ki, onun əməl etməli olduğu qaydalar var. Yəni daha çox məsuliyyət və yük hansı tərəfin üzərinə Baxın, düşür? adətən davranışları valideynlər yazır, cədvələ valideynlər yazır. Biz həftəsi, yəni bir həftənin tamamında davranışları yoxlayırıq. Əlbəttə ki, uşaq da, yəni artıq cədvələ başlayandan sonra korreksiya başlayır. Uşaq baxır ki, mənim cədvəldə davranışlarım yazılır. Mən qara və qırmızı ulduzlar alıram. Artıq bir cüzi də olsa təzə başlayanda dəyişikliklər olur. Təbii ki, valideynlə biz birgə işləyirik. Valideyn, uşaq, yeniyetmə eyni anda. Yəni terapiyaların sonunda valideynlə də müzakirə etməliyik ki, necə davranmaq. Bilirsiniz, həddindən artıq aqressiv var. Biz bəzi hallarda valideynləri belə terapiyaya yönəldirik. İstər psixiatr olsun, istər yəni böyüklərlə çalışan psixoterapistlər olsun. Çünki bəzi hallarda uşağın mənfi davranışları valideynin psixoloji durumundan qaynaqlanır. Valideynlərin, yəni əgər emosional olaraq valideyn narahatdırsa, təşvişlidirsə, orada əlbəttə ki, uşaqda onsuz da yəni davranış pozuntusu biraz genetikdirsə, əksər hallarda 70-80% orada valideynlərdə bir problem var ki, yəni uşaq diqqət çəkmək üçün və ya konfliktlərdən qaynaqlanan davranış problemləri yaranıb. Ona görə də valideynin burada durumunun nəzərə alınması mütləqdir. Hı hı.
Ümumiyyətcə, bilirsiniz də, uşaqlarla işdə də mütləq uşaq bir seans alırsa, növbəti seanslarda mütləq valideyn cəlb olunur. Çünki Hı -hı. adətən problem uşaqlarda yox, valideynlərdə olur. Yaxşı, Leyla xanım, mən sizə çox bilmirəm, əslində bu sualın cavabı düşünürəm ki, bir mənalı deyil, amma Hı yenə də -hı. soruşum. Hansı hallarda və yaxud valideyn necə davranmalıdır ki, Hı və -hı. yaxud necə valideynlərin uşaqları yeniyetməlik dövrünü daha ağır və ya əksinə yüngül keçirirlər? Hı Yəni -hı. bu dönəmin necə keçirilməyi Hı -hı. əsas hansı faktorlardan asılıdır? Baxın, mən sizə deyim ki, psixologiya ilə bağlı mütaliəsi çox olan valideynlərdə, yəni necə ünsiyyət etməlidir, bu qaydaları bilən valideynlərdə yeniyetməlik dönəmi daha rahat keçir. Hı hı. Bəli. Amma biraz mütaliə az olarsa, ümumiyyətcə siz, yəni bəzi valideynlər var, ümumiyyətcə psixologiyanı bir elm kimi bilmirlər, həkimlikdir, müəllimlikdir. Yəni təbəqələr fərqlidir. E, Amma mütaliə az olarsa, valideyn ümumiyyətcə psixoloq, psixiatr, nevroloq, yəni bu mütəxəssislərlə işbirliyi yoxdursa, biz bəzən valideynlər danışdırırıq, 14 yaşa qədər bir yeniyetmə heç vaxt nevroloq müayinəsində olmayıb və ya Hı nə hı. bilim psixiatr müayinəsində, psixoloqun konsultasiyasında olmayıb. Kimdə ki bilgilər azdır, ailələrdə konfliktlər çoxdur. Düşünün ki, bir 3-4 yaşından uşaq ancaq gözünü açır dava ilə. Hı Boşanma ərəfəsində olan ailələr və ya tərəflərdən birinin atanın pis vərdişi olan ailələr. Əlbəttə ki, burada artıq yeniyetməlik də ağır keçir. Hələ yeniyetməlik krizinin üstünə davranış problemləri, özgüvən problemləri, başqa daha fərqli psixoloji problemlər gəlir. hı. Deməli, əsas faktor kimi biz götürürük valideynlərin o dönəmdə sərgilədiyi davranışı. Bəli. Təbii ki, ətraf mühit, çevrə hansı mühitdədir, o çox önəm daşıyır. Bayaq bir söz işlətdiniz. Genetik faktorlar da burada rol oynayırmı? Tutalım ki, ailədə genetik bir, biz belə deyirik də, kaprizli insanlar var, Bəli. səbirsiz insanlar var ki, genetik Bəli. o ailənin Hı bütün -hı. kişiləri və yaxud qadınları çox əsəbidir. Hı Yəni -hı. bu genetik faktorlarda əsas rol oynayırmı? Bəli, biz konsultasiyalarda rastlaşırıq. Deyirlər, valideyn deyir ki, bizdə ailədə belə uşaq olmayıb, amma filan kəsinə oxşayıb. Məsələn, atası belə deyil, kopi əmisi belədir. Məsələn, hal-hazırda mən pasientlərlə işləyirəm. Görürəm ki, valideyn deyir ki, məsələn, atası belə deyil. Bax, bu eynən əmisinin xarakterindədir və çox vaxt davranış problemləri, psixoloji problemlər xarakter kimi qələmə verilir. Bu da ondan asılıdır ki, əvvəllər yəni psixologiya elmi bu qədər yayğın deyildi, maarifləndirmə az idi. Yəni özünə qapanma da, özgüvəninin az olması da, hamısı xarakteri belədir, amma bu belə deyil. Yəni sadalanan əlamətlərin hər biri bizə cəmiyyətə qoşulmaq üçün ziyan vurur. Yəni bir yeniyetmə dərs qoşulmursa, qaydalara tabe olmursa, aqressivdirsə, oğurluq kimi davranışı varsa, yəni hal-hazırda məktəblilərlə işləyəndə görürük ki, valideyn şikayət edir ki, onun davranışları fərqlidir deyə dostlar öz qruplarına onu almırlar. Hı hı. Yəni deyirlər ki, məsələn, sən uşaq kimisən və ya sən aqressivsən, sən bizlə düzgün oynaya bilmirsən və yavaş-yavaş uşaq cəmiyyətdən kənarlaşır. Ona görə valideynləri o fərqli, məsələn, özünə qapanma kimi, aqressivlik kimi, bəzi halları xarakterlə əlaqələndirməməyə səsləyirik. Bu yeniyetmələrə, bu insanlara dəstək lazımdır. Hı Və hı. ən əsas problemlərdən biri də mən şəxsi təcrübəmə əsasən deyirəm, yəni valideynlər yeniyetmə övladları ilə çox az ünsiyyət edirlər. Yəni nəyə marağı var? Bu gün evə gələndə dərsdən birinci məsələn neçə almısan sualı əvəzinə, günün necə keçdi? Bu gün dost qazandımı, nə səni narahat elədi, nə xoşuna gəldi. Yəni mən əminəm ki, məsələn, 10 valideyndən 8-i evladına bu sualları vermir. Yəni valideynləri maraqlandıran daha çox dərs müvəffəqiyyətidir.
Siz Aha, məni eşitmədiniz? aha, dondu canlı. Hə, indi İndi yaxşıdır. səsim gəlir. Aha, Ə, indi. Bayaq eşitmədiniz sualımı Yox. təkrarlayım. Aha. Deməli, belə başa düşürük ki, yəni normalda mən də bilirəm ki, bu daha çox belədir. Xüsusilə də ananın evlad üzərində təsiri çox güclüdür. Onun Bəli. necə vətəndaş olaraq formalaşmasında ana çox ciddi rol oynayır. Uğurlu, uğursuz, xoşbəxt ola bilən və yaxud əksinə. Em, Biz analarımızı necə müəyyən mənada bu mövzuda formalaşdırmalıyıq? Yəni sözün yaxşı mənasında. Bayaq dediniz ki, mütaliə edən valideyni var, mütaliə etməyən valideyni var. E, Siz də bilirəm ki, bir ictimaiyyətçisiniz həmçinin və müxtəlif maarifləndirici işlər görürsünüz, televiziya proqramlarında təmsil olunursunuz ki, daha çox bu mövzuda cəmiyyətdə fərqindəliyi artırasınız. Başqa nə etməliyik? Məsəl üçün sizin yanaşmanız necədir? Biz sadəcə gözləməliyik ki, zaman gələcək və hamı başa düşəcək ki, evladının kritik dönəmində psixoloqa müraciət etmək lazımdır, yoxsa bu prosesi sürətləndirmək və fərqindəliyi artırmaq üçün sizin də fərqli bir metodlarınız və ya tövsiyələriniz var? Mən öncə siz nədən başlamaq istəyirəm? Bu ana olmağa hazırlıq prosesindən. E, Məsələn, mən indi təcrübəmdə maraqlı bir məqamlarla qarşılaşıram. Məsələn, ana 56 yaş, uşaq 10 yaş. Ailəni araşdırıram. Uşaq süni mayalanma ilə doğulub. Təbii ki, burada ailənin hədsiz evlad istəyi var. Amma baxıram ki, uşaqlar bəlli yaşa çatandan sonra sanki ana çaşqın vəziyyətdədir. Yəni durumu idarə eləyə bilmir. Yəni hərdən məsələn soruşuruq ki, bəs siz analıqdan nə gözləyirsiniz? Yəni hər şeyin bu ancaq hamar, rahat olmağını, yəni tutaq ki, bir uşaqda enurez varsa və ya o birisində biraz cüzi hiperaktivlik varsa, ana gəlir təşvişinə. Çünki bilirsiniz uzun müddət, yəni 20 il, 15 il gözlənti orada əlbəttə ki bir hamar bir həyat gözləyib valideyn, amma biraz narahatlıqla qarşılaşan kimi başlayır həyəcan. Mən düşünürəm ki, bu hazırlıq prosesindən başlamalıdır. Bir gənc xanım ana olmağa hazır olmalıdır. Özünə bəzi suallar verməlidir. Və lazım gələrsə psixoloqla da görüşməlidir. Burada yaş faktoru da çox mühüm rol oynayır. Ananın ali təhsili, ümumiyyətcə, yəni bilgiləri də mühüm rol oynayır. Və bir də ki, maarifləndirmə. Mən düşünürəm ki, bizdə sırf analar üçün təşkil olunan seminarlar, maarifləndirici seminar, keyfiyyətli seminarlardan söhbət gedir. Məsələn, təcrübəli mütəxəssislərin verdiyi seminarlardan gedir, azdır. Kifayət qədər azdır. Yəni biz nədənsə müəyyən mərkəzlər daha çox artıq pasiyentin problemi var, gəldi, seansdır, biz bu seansı uğurla sonlandırma. Amma biz necə etməliyik ki, bu durum yaranmasın? Yəni bu da əlbəttə ki, burada inkişaf pozuntularından söhbət gedə bilməz. O tamam ayrı. İstər öz güvənlə bağlı, davranış problemləri ilə bağlı. Yəni bu durumlar yaranmasın və valideynlər bu qədər əziyyət çəkməsin. İstənilən diaqnoz, yəni fərqi yoxdur, klinik durumlar və ya reabilitasiya. Çünki mən 10 ildən çoxdur hər iki bölümdə çalışıram, həm reabilitasiyada, həm klinik durumlarla. İstənilən diaqnoz valideyn üçün həyəcandır, çətindir. Yəni o dönəmi atlar. Məsələn, bizim üçün adi gələ bilər. Biz deyirik ki, məsələn, davranış pozuntusu, məsələn, autizm spektr pozuntusu, amma çünki biz bu işin içindəyik, bizim üçün adiləşib. Amma valideyn üçün əlbəttə ki, yəni bəzi hallarda ailələrdə böyük konfliktlər olur, boşanmalara gətirib çıxarır. Məsələn, hal-hazır işlədiyim durumlarda elementar davranış pozuntusunu valideyn çox təşvişlə artıq var olan davranışlar qalıb bir tərəfə, gələcəkdən 18-19 yaşına ki, bu pissəm elənsəm, mən necə eləyəcəm, necə davranacam. O səbəbdən, yəni mən düşünürəm ki, valideynlərin üçün maarifləndirici seminarlar çox azdır. Bu azdır ona görə ki, buna təşəbbüs göstərən şirkətlər mi azdır?
Yoxsa mən öz təcrübəmdən deyəcəm. Biz insan yaşam mərkəzi olaraq, siz də bilirsiniz bunu, biz çox Bəli, sıx-sıx təlimlər edirik, bəli, bəli. çay söhbətləri edirik, Mən məsələn bu canlı onu qeyd edeyim ki, məsələn, professional mərkəz, professional təlim baxımından, məsələn, insan yaşam mərkəzindən çox təlim keçirənlər yoxdur. Və mən xüsusi diqqət edirəm ki, burada təlimçilər kimlərdir? Məsələn, mərkəzlərin səhifələrinə baxıram. Mən düşünürəm ki, yeni məzun olan bir tələbənin, yəni verdiyi təlim o qədər də faydalı olmaz. Çünki təlimdə biz şəxsi təcrübələrimizlə bölüşürük. çox Məsələn, haqlı. 15 ildən çox seanslarla, terapiyalarla məşğul olan psixoloqun təcrübəsi ilə 21-22 yaşında tələbənin təcrübəsi eyni deyil. 10 ili keçmiş artıq neçə-neçə saya hesaba gəlməz işlədiyi pasientlər, məsələn, bir diaqnozdan bir autizm olsun, davranış pozuntusu olsun. Ona görə də ola bilər ki, digər mərkəzlərdə təlimlər çoxdur, yəni hətta ödənişlidir, böyük zallardadır, amma bu təlimçilər kimlərdir? O Çox da o da önəm daşıyır. Biz kimi dinləyirik? E, ümumi Əsasən biz yönəlirik, yəni xarici ölkələrdən gələnlərə. İndi pandemiya dönəmindən sonra da çoxsu onlayna keçdi. Amma yəni bizim sırf özümüzdə mən düşünürəm ki, çox azdır maarifləndirmə istiqamətində təlimlər. Çox vacib məqama toxundunuz. Elə mövzunu ora gətirirdim ki, misal üçün biz çox bu maarifləndirmək, məsələn, bu canlının özü əslində bir maarifləndirmə xarakteri daşıyır. Amma sanki insanların da biraz marağı azdır. Bunun iki səbəbi var. Bu bir psixoloji halda da bilirsiniz, müəyyən maraq çəkən mövzular var ki, bunlar dedikodulardır, başqalarının şəxsi həyatlardır, şou xarakterli məlumatlardır. Digər önəmli məqam sizin dediyiniz məqamdır. İnsanlar əslində müraciət edir, keyfiyyətli kontent, keyfiyyətli məhsul, məlumat almadıqda bunu zaman itkisi kimi dəyərləndirir və təbii olaraq da bu zaman sektor, bu bazar deyirik də biznes dilindən desək, kirləndiyinə görə artıq başqa bir təlim elanı insan yaşam mərkəzinə qədər çalışsa da ki, daha çox auditoriyanı cəlb eləsin, bir inamsızlıq formalaşır və bu da bu sahədə iş görmək istəyən şəxslər və şirkətlərin işini çətinləşdirir. Çünki əvvəlcə nə qədər keyfiyyətli olduğunu sübut etməlidir, inandırmalıdır və sonra da müvafiq auditoriyaya özünü tanıtmalıdır. Baxın, mən bir məqamı qeyd eləmək istəyirəm. Biz deyirik ki, məsələn, kütlə nəyə qaçır? Baxın, kütlə psixoloqu necə dəyərləndirir? Məsələn, bir mərkəzi necə dəyərləndirir? İzləyici sayına görə bu tamamilə yanlışdır. Bəli. Kütlə daha çox izləyir hansı videoları, hansı ki bir psixoloq canlı açıb öz şəxsi həyatını müzakirə eləyir və ya dedikodu yönümündə qeyri-professional, qeyri-etik Bəli. söhbətlər aparır. Yəni kütlə daha çox ora meylənir. Bu da çox üzücü bir haldır. Ona görə də sırf peşəkar təlimlərə, maarifləndirici təlimlərə maraq azalır. Hı -hı. Və çox vacib bir məqamı vurğuladınız. Bu yaşla bağlı olan, təcrübə ilə bağlı olan məsələ. Əslində mən heç bu sahənin menecmentinə məşğul olmadan öncə birisi mən ixtisasca psixoloq deyiləm. Bəzən mənə soruşurlar ki, Nigah xanım siz özünüz həkimsiniz, psixoloqsuz? Deyirəm ki, yox, çünki alışmışıq ki, psixoloji mərkəzlərin rəhbərləri, təsisçiləri mütləq psixoloq olmalıdır. Amma əslində belə deyil. Mən bu sahənin nə qədər vacib olduğunu hiss etdiyim üçün və sahədə boşluğun nə qədər olduğunu gördüyüm üçün bu sahədə insan yaşam mərkəzini təsis eləmişəm. Sözüm nədir? Mən öz-özümə fikirləşirdim ki, həmişə psixoloqun mütləq bəlli bir yaşı və həyat təcrübəsi olmalıdır. Sonra bir müddət məni bu fikirdən daşındırmaya çalışdılar ki, yox, əslində məsələn bizim çox uğurlu cavan həkimlərimiz var, eyni ilə də bu psixoloqlara şamil olunur. Amma zaman keçdikdən sonra mən yenə fikrimdə qalıram və sizin kimi də peşəkarlar bunu mənim fikrimi dəstəklədilər. Çünki mən düşünürəm ki, ana olmayan psixoloq uşaqla yaxşı işləyə bilməz. Bu bir mənalı deyil. Dediyim kimi də razılaşan var, razılaşmayan var. Çünki analıq elə düzdür, qadın instinktiv olaraq anadır. Yəni uşaqlıqdan, körpəlikdən kuklamızı bağrımıza basıb ona qayğı göstərir, amma
O siz demiş, misal üçün mən böyük qızımla balaca qızların arasında çox fərq var və baxmayaraq ki, analıq nədir bilirdim, əkizlərdən sonra ciddi çətinə düşdüm. Yəni hər mənada mənim üçün biraz çətin oldu da. Hələ buna rəğmən belə mən başa düşürəm ki, analıq hər yaşda, hər dövrdə fərqlidir və ana olmayan psixoloq uşaqla daha doğru necə davranmalıdır, mənə elə gəlir ki, çətin olar. Və yaxud bəlli bir yaşı, həyat təcrübəsi, siz demişsiniz, heç seansları olmayan psixoloq bir başqası üçün mayak rolunu nə qədər oynaya bilər? Yəni mən həmişə bunu düşünmüşəm və siz də belə başa düşdünüz, mənim fikrimdəsiniz ki, biraz təcrübə olmalıdır. Yaxşı, sizcə ana olmayan psixoloq uşaqla işləyə bilər, peşəkar. Mən analıq fikrində bir o qədər də razı deyiləm. Bu analıq instinkti əlbəttə ki, hamımızda var. Yəni analıqla götürsək, burada təbii ki, yəqin ki, empatiya qurmaq bacarığından söhbət Bəli. gedir. Baxın, psixoloqa müraciət eləyir autizm spektr pozuntusu olan uşağın valideyni, Down sindromlu uşağın valideyni. Bunlar hərəsi bir psixologiyadadır. Məsələn, siz sağlam bir uşağın valideynisiniz. Siz heç vaxt autizm olan uşağı olan ananın nə hiss etdiyini hiss edə bilməzsiniz. Yəni bu heç vaxt, yəni mümkün deyil. Və ya Down sindromlu olsun. Bu səbəbdən yəni analıq o instinkti ilə ana olmayan yaxşı psixoloq ola bilməz. Bu düşünmürəm biraz. Yəni bu fikirlə o qədər də razı deyiləm. Yəni dediyim kimi, bunu çox vaxt mütəxəssislər vurğulayır. Hətta valideynlər belə gələndə bizə soruşur ki, məsələn, sizin evladınız var, siz ana olmusunuz. Düşünürlər ki, əgər biz, məsələn, mən ana olmamışamsa, mən onun evladına daha pis rəftar eləyəcəm. Mən onu hiss eləyə bilməyəcəm. Valideyn bizdən birinci empatiya istəyir. Yəni özümüzü onun yerinə qoymağımızı istəyir. Amma yəni tutaq ki, düşünün ki, bir problemli bir ailə ilə xoşbəxt bir ailə tamam başqadır. Məsələn, biz bir xoşbəxt ailənin, bir problemli bir ailənin, autizmli evladı olan ailə, biz nə qədər istəsək də özümüzü onun yerinə qoyaq. Dahilərdən birinin bir sözü var. Sən nə qədər desən ki, mən səni başa düşürəm, sən mənim yaşadığımı yaşamadan sən məni başa düşə bilməzsən. Yəni ona görə bu məqamdan bir o qədər razı deyiləm. Çünki bizə müxtəlif psixoloji narahatlıqlar müraciət eləyir, müxtəlif sindromlar müraciət eləyir. O hardasa biraz Amma hər şeyi yaşamaq məcburiyyətində deyil də. Yəni onu demək istəyirsiniz ki, yəni necə ki ana olmadan bir uşaq valideyn münasibətini başa düşürüksə, tam autizmli uşağımız yoxdur, baxın, amma mən autizmli uşaq bir məqamı qeyd edeyim. Məsələn, mən məqalələr yazıram, saytlar üçün maarifləndirici məqalələr. Mən orada məsələn araşdırmalar eləyəndə ki, o videolar yayılır məsələn bir bağçadan ki, daya şiddət göstərib və ya tərbiyəçi şiddət göstərib. Burada axı insani keyfiyyətlər də önəmlidir. Məsələn, mənim araşdırdığım bəzi məqamlarda elə bağçada şiddət göstərən özü də anadır. Eyni yaşda uşağın anasıdır. Burada insani keyfiyyətlər də önəmlidir. Ola bilər ki, biri ana olmayıb, bu demək deyil ki, o yaxşı müəllimə ola bilməz, yaxşı psixoloq ola bilməz. Düzdür, o önəmlidir ki, hə, o hissi yaşamış, o başqa, mən anladım siz nə demək istəyirsiniz, amma professionallığı bura qatmağın çox da doğru hesab eləmirəm. Yəni dediyim kimi, sahəni yaxşı bilmək və peşəkar yanaşma sərgiləyə bilmək kifayətdir ki, istənilən sahədə yəni psixoloq olaraq fəaliyyət göstərək. Sadəcə bizim ana olandan sonra, sadəcə bizim ana olandan sonra biraz həmin valideynə yanaşma tərzimiz başqa ola bilər. Biraz əgər necə deyim, biraz sərtdirsə xarakterimiz, biraz istər-istəməz o xarakter dəyişir bəlli yaşdan sonra. Amma yəni peşəkarlıqla heç bir yəni mənim üçün birinci necə deyim, yaxşı həkim, yaxşı psixoloq olmazdan əvvəl yaxşı insan olmaq lazımdır. Çünki əgər mən yaxşı insan olsam, bir müəllim öncə yaxşı insan olsa, orada artıq düşünəcək ki, mən məsələn kömək eləmədiyim halda
ziyan da vurmuyum və mən bu götürdüyüm pasiyenti necə işləyim ki, uğurla başa vurum. Burada ailənin maddi durumu və s. indi bilirsiniz ki, mərkəzlərdə məsələn biz valideynlərdən soruşuruq, uşaq 12 seans gəlməlidirsə, o biraz uzanır 3 aya, 6 aya. Bu səbəbdən bəzi faktorlar var ki, burada peşəkar yanaşma və ən əsası vicdan və insani yanaşma önəmlidir. Çox sağ olun Leyla xanım. Çox vacib məqama toxunursunuz. Vicdani yanaşma dediniz. Bizim başımıza çox gəlib ki, bizim mütəxəssislərə müraciət eləyirlər və məlum olur ki, insanlar uzun müddətdir başqa mərkəzlərdə, başqa mütəxəssislərin yanına gedirlər və əslində burada hər hansı psixoloji terapiyadan söhbət gedə bilməz. Sadəcə söhbət ediblər. Biz bunu sonradan bilirik də. Yəni o pasiyent deyək, danışan deyək, onların təcrübələrini bölüşdükləri zaman bilirik ki, və əslində hər hansı bir terapiya tətbiq olunmayıb, insan uzun müddətli gedir, gəlir və psixoloji halında bir irəliləyiş yoxdur. Təəssüf ki, belə hallar çoxdur və hətta ola bilər ki, psixoloq bunu qəsdi etmir, o düşünür ki, bu düz yoldadır, amma onun savadı yetərli deyil ki, başa düşsün ki, səhv yoldadır, düz etmir. Belə sizə sualım olacaq. Elə bir şey olubdumu ki, siz qəbul etmişsiniz pasiyentinizi, danışanınızı və başa düşmüsünüz ki, siz bunu həll edə bilməyəcəksiniz və ona etiraf etmişsiniz bunu. Demişsiniz ki, təəssüf, mən sizə kömək eləyə bilməyəcəm. Baxın, mənim yanaşmam belədir. Təxmini 1-7 il bundan əvvəl mənə bir yeniyetmə qız müraciət elədi. Problemi təcavüzlə bağlı idi. Yəni uşaq da təcavüzə uğramışdı. Mən ümumiyyətcə birinci pasiyent yazılanda telefonda ya köməkçi vasitəsilə soruşuram ki, yəni hansı diaqnozla, hansı problemlə müraciət eləyir. Təcavüz idi və mən ona çox açıq şəkildə bu problemlə işləmədiyimi bildirdim. Yəni o dövrdə işləmirdim, artıq işləyirəm. Yəni çox normal. Yəni biz bütün diaqnozlarla işləmək məcburiyyətində deyilik, seçə bilərik. Yəni bu bizim özümüzdən asılı olan bir məqamdır. Amma yəni qəbuluma gələn, yəni elə bir yəni xatırlamıram ki, düşünüm ki, elə bir hal olub ki, mən heç cürə bacarmayacağam. Burada önəmli axı həm də komanda işidir. Məsələn, görmüşəm ki, tək psixoterapiya ilə alınmırsa yönləndirmələr olub nevroloqa, psixiatra. Onu da vurğulayım ki, psixoloq işində komanda işi çox önəmlidir. Təəssüf ki, bu da bizdə zəifdir. Amma ümid eləyək ki, nə vaxtsa düzələr. İnşallah, inşallah. Bizim bir izləyicimiz Leyla Əliyeva yazıb ki, məncə bu sahə gələcəkdə çox tələbat artacaq, yəni ki, bu sahəyə istəyib və vacib bir sahə olacaq. Maalesef ki, düzgün və yaxşı psixologiya mərkəzi çox azdır. Təşəkkür edirik Leyla xanım rəyiniz üçün. Bütün izləyicilərimizə, dinləyicilərimizə təşəkkür edirik ki, zamanınızı bizə ayırmısınız. Roza Şıxlinskaya axşamınız xeyir yazıb. Hər vaxtınız xeyir, əziz Roza xanım. Leyla xanım, mən sizə bir sual da vermək istəyirəm. Bircə dəqiqə, kimsə də deyəsən bizə yazıbdır. Əslində mən bunu bütün canlılarda çalışıram, soruşurum. Yadımdan çıxarsa soruşmuram. Leyla xanımın tövsiyəsi nədir? İnsanlar öz uşaqları üçün və yaxud özləri üçün psixoloq seçərkən hansı meyarlara, göstəricilərə diqqət etməlidirlər? Baxın, çox təəssüf hissi ilə deyirəm ki, bizə müraciət edən zaman bizdən birinci valideyn Instagram səhifəmizi istəyir. Bu tamamilə yanlışdır. Məsələn, mən Instagram səhifəsi işlətməyə, maarifləndirici paylaşımlar etməyə həvəsli biriyəm və mən bunu edirəm. Yəni özüm də etməsəm bir kömək alıram, yəni səhifəm aktiv işləyir. Amma məsələn, mənim çevrəmdə kifayət qədər peşəkar rəfiqələrim var, psixoloqlar. Sosial mediadan uzaqdılar. İndi bizim səhifələri müqayisə etsək, onların səhifəsində demək olar ki, paylaşım yoxdur. Belə çıxır ki, mən daha peşəkaram, amma onlar yox. Bu belə deyil. Mən istəyərdim ki, valideynlər bizdən Instagram səhifəsi yox, bir qurum yaradılsın. Səhv etmirəmsə elektron qeydiyyat var. Təbib səhv etməsə həyata keçirir. Yəni o elektron qeydiyyata bir sayta mı
valideynlər daxil olsunlar, orada baxsınlar. Biz haranı bitirmişik, təhsilimiz nədir, hansı təkmilləşmələrdən. Bilirsiniz, psixologiya elə sahədir ki, burada dayanmaq yoxdur. Burada daim tələbə. Mən ikinci təhsilimi psixologiya üzrə 29 yaşında qəbul olmuşam, 32 yaşımda bitirmişəm. Və bu sahə dayanmır. Elə yalnız təkmilləşmələr, kurslar, konfranslar belə-belə gedir. Yəni bir araşdırsınlar. Ali təhsili var, yoxdur. Instagrama yalandan yazmaq olur da, o problem deyil. Biz hamımız bunu bilirik və şəxsən tanıdığımız nəinki psixoloq, hətta aktual mövzuda indi cərrahlarla bağlı, estetik cərrahlarla çox rahat formada kimsə özünə kosmetoloq, estetik cərrah yaza bilir. Ona görə yəni yaxın tanımaq üçün biraz maraqlansınlar. Elə var ki, tamam başqa bir sahədəndir, amma psixoloq olaraq fəaliyyət göstərir. 5 aylıq kurs mənim üçün bakalavr təhsili, magistr təhsili, bu terapiyaların eğitimi, məsələn, kognitiv davranış terapiyası, EMDR terapiya, bunların hamısının diplomları çox önəmlidir. Çünki Doğru. gedib belə 1-2 saatlıq kursla öyrənib belə dərin terapiya növlərini öyrənib tətbiq etmək, ondan bundan soruşa bu da nəticədən söhbət gedə bilməz. Yəni Instagramla yox, biraz başqa təbii ki, bu araşdırma yönümü də valideynlər üçün rahatlaşdırmaq lazımdır ki, onlar bilsinlər, məsələn, mən hansı kursları keçmişəm, mən oraya yazmışam EMDR terapiyadan, mən doğrudan da, məsələn, xarici ölkədən bir diplomum var, yoxsa yox. Yəni, bu yöndə araşdırıb müraciət etsin. Nəzərə alsaq ki, qəbul qiymətləri çox bahadır. Xüsusilə bu Instagramda reklamı daha böyük olan, daha çox o kütləni bayağı nələrlənsə cəlb edən insanların qəbul qiyməti. Valideynlər müraciət edir, valideynlər yox, böyüklər də. Sonradan peşmanlıq hissi yaranır və bəzən bir cümlə ilə də pasiyentə biz ziyan vura bilərik. Bir cümlə də, bir səhv cümləmiz də onun bütün həyatını mənfiyə doğru dəyişə bilər. Bəzi hallarda insanlar düşünür ki, gəldi, mən 40 dəqiqə elə belə söhbət eləyəcəm, gedəcək, bu da oldu mənim seansım, amma bu tamamilə yanlışdır. Deməli, tövsiyəniz budur ki, biz mütləq təhsilə önəm verməliyik və seçim, Instagram, like, nə çox insana göndərilib, bəyənmə bununla olmamalıdır. Yəni, ola bilər ki, kimsə çox gözəl danışa bilir, ekrandan yaxşı enerji ötürə bilir, amma bu onun peşəkarlığına dəlalət etmir. Çox sağ olun, Leyla Baxın, xanım. izləmə sayı, like sayı, izləyicinin çox olması, yəni onlar bilirik ki, bəzi hallarda əlavə müdaxilələrdir. Düşünün ki, bir qeyri-ixtisasdan olan psixoloq niyə 300 min adam izləsin, yarım milyon adam izləsin? Bu məlumdur ki, baxanda səhifənin fake olduğu bilinir. Amma sadəcə müəyyən insanlar var ki, məlumatlı deyirlər, nələrəsə aldanırlar. Bu səbəbdən. Həm də indi bilirsiniz, araşdırmaq elə də çətin deyil. Yəni hamı bir-birini tanıyır. Məsələn, tutaq ki, mənə daha çox həkimlər yönləndirirsə, həkimlər bilirkən filan psixoloqu ixtisası da psixologiyadır belə, amma məsələn filan kəsin ixtisası deyil, o sadəcə 10 aylıq kurs bitirib. Belə, yəni istəyim odur ki, valideynlər çox araşdırma etsinlər. Yəni həmən baxdım Instagramda nömrəsi budur, mərkəz budur, gedim yox. Yəni, necə ki, həkimi biz araşdırırıq, qohum-əqrəbədən soruşuruq, onun pasiyentlərindən soruşuruq, hamıdan soruşuruq ki, doğru həkimə canımızı etibar edək. Eyni ilə də psixoloqu da o cür yanaşmalıyıq. Çünki necə ki, canımızın qiymətlidir və biz onu ən yaxşı həkimə etibar etmək istəyirik, eyni zamanda da bizim ruhumuz çox qiymətlidir və bütün həyatımızda, bütün məqamlarda, həyatımızın bütün mərhələsində sağlığımız, xəstəliyimiz, bütün hallarımız bizim psixoloji vəziyyətimizlə çox bağlıdır. Biz bir dəfə Sumqayıtda həkimlərlə görüş keçirdik və orada maraqlı bir məqam oldu ki, əvvəllər həkimlər psixoloqlarla işləməkdən boyun qaçırırdılar. Çünki müəyyən mənada çox da inam yox idi ki, bu paralel aparılmalı olan məsələdir. Amma çox sevindirici haldır ki, son dönəm bizim ölkəmizdə də inkişaf eləmiş
ölkələrdəki kimi xəstəliklərdən paralel, yəni belə deyək də, yan tədavilər, müalicələrdə mütləq psixoloq tələb olunur ki, psixoloqa getsin və sair. Məsələn, bizim Allah hamıdan uzaq eləsin, onkoloji xəstələrimiz var ki, onların müalicəsində bizim klinik psixoloqlarımız çalışır, qida mütəxəssisimiz çalışır. Artıq dünya bunu ciddi şəkildə qəbul etmişdi. Bizdə biraz başqa idi yanaşma. İndi artıq bizdə yavaş-yavaş ora gəlmişik ki, bu istər nevroloji problemlər olsun, ginekoloji problem, zob problemləri, endokrinoloji məsələlər. Yəni bütün proseslərdə psixoloji vəziyyətimiz çox-çox vacibdir. Saymadığımız bütün bir çox məsələlərdə, münasibətlərimizdə, inkişafımızda, hər məqamda. Ona görə də psixoloq da ən az həkim qədər diqqətli tapılmalı, diqqətli seçilməli və ciddi qərar verilməlidir. Və onu da deyim ki, psixoloji xidmət almaq kifayət qədər, yəni bahalı bir prosesdir. Bu ucuz bir əməliyyat deyil. Yəni ciddi şəkildə bir həkim konsultasiyası necədirsə, psixoloq konsultasiyası da, terapiyası da o cürdür. Ona görə həm dinləyicilərimizə fürsət eləyib bu müraciət Baxın, edəcək. hal-hazırda mən bir davranış pozuntusu olan uşaqla çalışıram. Mənə qədər 10 seansa yaxın başqa bir yerdə, hətta dedi ki, paket qiymət götürmüşük. Məsələn, mən gedişata baxıram, gedişat tamamilə yanlışdır. Yəni tamamilə tətbiq etməli olmadığı metodların hamısını tətbiq edir. Yəni əsas iş qalıb bir kənara. Yəni tamam başqa-başqa. Yəni sanki vaxt öldürülmüş kimi. Yəni ona görə bayaq vurğuladım ki, insani keyfiyyətlər, insani yanaşma çox önəmlidir. Hər sahədə olduğu kimi. Bəli. Çox sağ olun Leyla xanım, çox Biz sağ təşəkkür olun. edirəm. Hər zaman səsinizi eşitmək çox xoşdur. Bu maarifləndirici işinizdə də yorulmayasınız. Çox sağ olun. Faydalı olmağa davam. Allah gücünüzü azaltmasın. Amin. Dinləyicilərimizə, izləyicilərimizə də təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür ederim. Sağ olun. Sağ olun.